Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 3 nömrəli məktəbdə son zəng tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi ilə yanaşı bir çox qonaqlar da iştirak edirdilər. Məktəbin direktoru çıxış edərək məzunları təbrik etdi. Onlara gələcək həyatlarında uğurlar arzuladı. 11-cilər və 1-cilər gözəl rəqslər nümayiş etdirdilər. Hər biri sevgi ilə bu günü doya-doya yaşadılar. Məktəbin direktoru Sevinç Məmmədəliyeva onlara ən xoş arzularını dilədi. Bugünkü arzum nəinki öz məzunlarımıza, Respublikanın bütün təhsil məktəblərində məzun adını qazanmış bütün şagirdlərə ilk növbədə can sağlığı və uğurlar arzulayıram. Daim uğurları bol olsun, şansları bol olsun və onların bütün uğurları bizim üçün bir fəxirdir. Hər bir şagird gələcəkdə öz yerini tutacaq, hərə öz həyatını maraqlı və mənalı etmək üçün müəyyən yollardan keçəcək. Amma hər addımda doğma müəllimini və təhsil aldığı məktəbini həmişə xatırlayacaq. Çünki məktəb illəri heç bir zaman unudulmur. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə son zəng möhtəşəm düzənlənmişdi. Elə heyrətamiz rəqslərin şahidi olduq ki, gələn qonaqlar da tədbiri çox maraqla izlədilər. Məktəbin direktoru bu xoş gündə öz ürək sözlərini məzunlara çatdırdı. Bu il məktəbimizdə 464 nəfər şagirdimiz məzun olur. Bunlardan çox sevindirici haldır ki, bir nəfərimiz 11 sinif şagirdi Orucova Ləman qızıl nişana layiq görülmüşdü. 25 nəfər isə qırmızı attestata layiq görülmüşdü. Mən bütün Azərbaycan ümumi təhsil məktəblərində təhsil alan və bugün məzun olan bütün balalarımızı təbrik eləyirəm. Onlara yolları açıq olsun. Respublikamız üçün, vətənimiz üçün daha layiqli vətəndaş olmalarını arzulayıram. Bütün məzunlarımız gününüz mübarək. Bir çox natiqlər də çıxış edərək məzunları təbrik etdi. Onlara gələcək həyatlarında bol-bol uğurlar arzuladılar. Məktəblilərin geyimindən tutmuş rəqslərinə qədər hər birində müəllim əməyi nümayiş olunurdu. Onların əməyini həmişə qiymətləndirmək, müəllimin adını uca tutmaq hər birimizin borcudur. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər Veysel Musibov adına 5 nömrəli tam orta məktəbdə son zəng çalındı. 11-cilər bu zəngi son dəfə eşitsələr də bugün çox xoşbəxt idilər. Axı gün onların günü idi. Məktəbin direktoru Vüsal Süleymanov məzunları belə təbrik etdi. Biz bütün məzunlarımızı təbrik edirik. Müstəqil qoyduqları yeni həyatda onlara uğurlar arzulayırıq. Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin 194 məzunu var. Bu 194 məzundan 70 şagirdimiz 200-dən yuxarı bal toplayaraq yüksək nəticə göstəriblər. Şagirdlərimizi təbrik edirik, uğurlar arzulayırıq. Məktəbimiz üçün bu tədris ili daha əlamətdar uğurlu olub. Bilirim ki, məktəbimizin 2 şagirdi olimpiyadada qızıl medallara layiq görülüb və bu nailiyyət məktəbin həyatında ilk nailiyyətdir. Uğurlarımız davamlıdır, davamlılığını gözləyirik. Bu məktəb Respublikada keçirilən fənd olimpiyadasında iştirak edərək qalib oldu. Riyaziyyat və tarix fənləri üzrə qalib olan şagirdlər də kameramıza danışdılar. Bir şagird həmişə özünə inanmalıdır, vaxtı düzgün bölməlidir. İnamlı, iradəli, əzmli olmalıdır. Öz həmyaşlarıma onu arzulayıram ki, vaxtlarını düzgün bölürsün, elmlə məşğul olsun. Hər bir məktəbin uğuru şagird və müəllim münasibətlərindən asılıdır. Elə bu münasibətlərə görə də 5 nömrəli tam orta məktəb öz uğurları ilə həmişə birincilər sırasında olur. Bugün 11-cilər deyib gülüb, əylənib, rəqslər etdilər. Sonuncu zəngi çalıb məktəblə vidalaşdılar. Cəmilə Nəsir qızı, Kamil Quliyev, Bugün informasiya proqramı üçün. Hər anı